Dostlar, gördüğünüz kimi sistem balacadır. Burada sistemi məcbur bu otaqda yığdım. Gətirdim bu gördüyünüz kimi burada yerləşdirdim. Burada tulpan olacaq, orada silistiteldir, orada muntazam baçakodur, orada şok qoyacağım o istiyə. Bu çıxıntısam orada şok qoyulacaq. Burada isə ariston asılacaq. İndi birləşdirə bilmirəm, çünki alçıban kəsibçəli yerləşdirməlidir. Və burada da ana lina var, krantı buradan ləğv edəcəm. Ana linada option bağlanmalıdır, kommentada dedi büyünə alınmayacaq. Və bunu gördüyünüz kimi bu sistemi yerləşdirəcəm bu istiyə. Buradan da bura şok yerləşdirəcəm. Və bu gördüyünüz bu sayğac o istiyə yerləşəcək. Bax, belə sistem quraşdırdım, gətirib yerinə oturdum. İnşallah ki, mən bilən yaxşı olar.